Yerə çəkilən, bəli, direktorun adına hansısa şərəfsizlər filan kəs tapşırıb filan şeyi paylaşın. Belə ölsəniz də, canınız da çıxsa siz təmizada ləkə vuranmazsınız. Şərəfsizlər. Gedin, hara istəyirsiniz? 70 min. Səsini qaldırma. Səsim səsindən də hündürdür. 70 min oğurlanmış malın pulunu silmişsən sən. Cinayət eləmişsən sən. Ondan danış. Sən məni saxta sənədə qol çəkdirmişsən. Ondan danış. Burada artistlik eləmə. Şərəfsiz mən deyiləm. Şərəfsiz sənsən ki, dövlətin malını yemsən. Aydındır. O şərəfsiz sözlə görə cavab verəcəksən. Verəcəksən. Görəcək, o boyda pulu oğurlanmış malı necə silmişsənsə, mən səni o cür məhkəmələrdə polisə vermişəm. Mən demirəm, kim deyil? Zal deyil, adam kimdir? Afaq Əliyeva barəsində araşdırma başladı. Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direktorunun səs yazısı olduğu iddia edilən məsələ ilə bağlı araşdırma aparılacaq. Media TV Azmedia qrupu xəbər verir ki, bu barədə AFA'nın sorğusuna cavab olaraq Bakı şəhəri üzrə təhsil idarəsindən məlumat verilib. Qeyd olunub ki, araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək. Məktəbin və müəllimin fəaliyyətinə uyğun olmayan hallara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır deyə Bakı şəhər təhsil idarəsindən bildirilib. Qeyd edək ki, sosial şəbəkələrdə yayılan səs yazısının 201 nömrəli tam orta məktəbin direktoru Əliyeva Afaq Asif qızına aid olduğu iddia edilir. Bildirilir ki, direktor vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə məktəbin müəllimi Lalə Şəfəqətovanı təhdid edərək keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalancı şahidlik etməyə məcbur edir.